Salam dostlar, mən sizin Ercan Obez YouTuberınız Bozqurd və bu günləri yepyeni bir video ilə qarşınızdayım dostlar. Səsim qəribə gələ bilər, çünki necə bir bəddua elədinizsə, axırı mənim kompüterim pərt oldu. Ona görə də bu səs kaydını telefona alıram, yəni qısaca da bu videoyu da telefondan hazırlayıram. Həyatımda ilk dəfə telefondan edit edəcəm, ona görə də çox da bir şey gözləməyin yəni. Neysə. Bugünkü videomuz Ofeliya Əliyeva haqqındadır və bilirəm bundan 3 sənə video düzəltmişəm. Amma linçlənməyə dayanmadım, nə deyim. Yenə linçlənəcəm bu videoyu seçdiyim üçün və yenə faktları irəli sürəcəm. Bu insanın mən əvvəldə eleştirdiyimi, amma indi birinciliyi ilə linçləyəcəyimi görəcəksiniz. Onu da çox uzatmadan mən keçim videoya. Bu video fikri mənim necə axlıma gəldi, gəlsə belə izah edeyim. Bundan 2 gün əvvəl İsland Discord sunucusunda səsdə ikən bir dostum gəldi və dedi ki, bəs Ofeliya haqqında bir şey daha bilirəm. Mənə danışdı. Mən də getdim o videoyu izlədim. Və o videoda da necə prim kastığını gördüm. İsland dediniz. İsland'ı bilmirsiniz. Onu da açıqlamadakı linkdən İsland sunucusuna gəlib həm mənimlə, həm də başqalarıyla danışma fürsətini əldə edə bilərsiniz. Onda gəlin Ofeliya Əliyevanın mənə cavabı ilə videomuza davam edək. Bilmirəm nədir, yanıqlı qalıbsan məndən. Boyun al vermez. Sən gör ya, neyinsən? Şəhərə niyə prim verirsən ki, belə ora-bura söz atıb, niyə belə eləyirsən? Sən bilsən, mən qalmaqalardan kimlənsə atışmaqdan zəhləm gedir. Heç vaxt da söz atanlara cavab vermirəm, söz atanlardan da olmuram. Otur yerində. Sen kimlendir? Bax, həqiqətən də Şəhriyar mənim o videomun altına yorum yazmışdı. Demişdi ki, sən Ofeliya çat, ondan sonra onun haqqında danış. Və mən də qarşılıq olaraq Ofeliya çatmaq üçün nə qədər düşməliyəm? Şəhriyar isə o çox hündürdədir, ona çata bilməzsən deyə bir yorum yazmışdı. İndi isə o yorum yoxdur. Hər halda yayından sonra öz yorumunu silib, o görə də o yorumu göstərə bilməyəcəm sizə. Ofeliya Əliyeva hər halda eleştiri videomu linç olaraq qəbul edib və ona görə də cavab verməyi prim vermək olaraq fikirləşib. Yox, əgər sən eleşdirilirsənsə, deməli bu yaxşı bir şeydir. Onlar sənin səhvini görüb sənə deyir, eleştiri kanallarından söhbət gedir burada və sən də səhvini mənimsəyirsən və sonrakı videolarda da bu səhvləri eləməməyə çalışırsan. Siz eleştirmək ilə linçləmək arasındakı incə xətti görmürsünüz. Nəysə, bu söhbəti bitirək. Gəlin sizə əsas mövzuyu, yəni qapaq fotoğrafında gördüyünüz prim söhbətini danışım. Bundan 1 il 6 ay əvvəl Ofeliya Əliyeva Şəhriyarı test etdim başlıqlı videosunu paylaşdı. Və bu videoda da Şəhriyar Ofeliyayı aldadır. Bu düzdür, bu nə qədər düzdür? Gəlin o videoyu sizə qısaca izlədim. Bir dəqiqə. Nə danışır bu? Problem yoxdur, özüm də gələ bilərəm. Mən dedim ki, Ofeliya xanımın səhifəsində yox, öz şəxsi səhifəmizdə reklam istəyirəm. Yazda problem yoxdur, özüm də gələ bilərəm. Sən uşaqların olmadan, yanında mən olmadan hansı rayona gedib reklam təklifini qəbul edirsən, məzələnsən sən. Çox sağ olun, özünüz burada yaşayırsınız. Xeyr, Almanyada deyim. Almanyada yaşayıram. İclasa girirəm. Özüm sizinlə əlaqə saxlayacağım. Təşəkkürlər. Video haqqında danışmazdan əvvəl bunu deyim. Evliliklər güvən üstünə qurulur və burada da Ofeliya ərini sınayır. Bu səhv bir şeydir. Yəni bu qanunda yoxdur, amma etik deyil yəni. Belə bir şey eləməməli. Əgər güvənmirsənsə, niyə birlikdə olmusan o insanla? Nəysə, orada Şəhriyar soruşur ki, bu saat Azərbaycandasınız, yəni buradasınız. Ofeliya isə Azərbaycanda olmadığını, Almaniyada olduğunu və birazdan iclasa gedəcəyini bəyan edir. Videonun sonrasında Ofeliya Şəhriyarı Azərbaycanda sponsorluq üçün hardasa görüşməyə dəvət edir. Şəhriyar da bunu qəbul edir. Yaxşı, bəs 5 dəqiqə kimi əvvələ Almaniyada olan bu adam nətər birdən-birə Azərbaycana gəldi? Burada məntiq xətası var. İndi deyəcəksiniz ki, indi Şəhriyarın dalğınlığına gəlib fərqinə varmayıb bu söhbətin. Amma gəlin sizə izah edeyim.
Orada iclasa gedirəm deyəndən sonra video kəsilir. O video kəsildiyi an Şəhriyarın yanına gedir və Şəhriyara deyir ki, mən bu sözləri deyəcəm, sən də buna olaraq bu cavabları yaz. İndi mənim fikrim bu yöndədir, yəni. Əgər siz fərqli fikirləşirsinizsə, yorumlarda bunu bildirə bilərsiniz. Yaxşı, fərz edin ki, bu dediyim teori tamamilə səhvdir. Yaxşı, bəs Şəhriyar ilə barışdıqdan sonra o video niyə hələ də kanalda qalır? Şəhriyar Ofeliya heç mi demədi ki, o videoyu kanaldan sil, artıq barışmışıq deyə? Əlbəttə demədi. Çünki prim üçün 1 milyon izlənən video daha da izlənəcək hər halda. Gələcək nəsillər o videoyu izləməyə davam edəcək. Yəni qısaca yuxarı tüpürsə bığ, aşağı tüpürsə saqqal. Deməli, bu videoda nə öyrəndik? Prim üçün YouTube-da qürurundan keçməyi, eleşdirilməyin əslində pis bir şey olmadığını, yaxşı bir şey olduğunu və Bozqurdun həmişə tənqidləri irəli sürüb sadəcə doğruları danışdığını bilmiş oldunuz. Mən obez YouTuber'ınız Bozqurd. Gələn videoya kimi sağ olun, salamat qalın.